Uzun zamandır ki evdə olan bu qara abadoku dəyərləndirib nəsə bir şey hazırlamaq istəyirdim. Və bir də gördüm ki, evdə süni yasəmən güllərinin plastiki artıq ovulub tökülür. Və mən də bu gülləri, yəni parça gülləri yuyub qurudub belə bir taç hazırlamaq qərarını aldım. Əslində daha həcmli taç hazırlamaq üçün satışda olan taç simlərini əldə edəcəkdim. Sadəcə olaraq hava o qədər yağışlı oldu ki, mən çölə çıxa bilmədim və əlimdə olan məhsullarla düzəltmək qərarını aldım. Məncə çox gözəl alındı. Sizcə necə alındı? Rəylərdə bunu mənimlə bölüşərsiniz. Əslində bunu almaq da olardı. Sadəcə olaraq bu cür aksesuarlar düzəldərkən ruhum o qədər dincəlir ki, bu xüsusiyyət məndə ta uşaqlıqdan bu yana var. Çox xoşlayırdım o zamanlarda bilərzik, abadok düzəltməyi. Bir çox insan istəsə bunu özü də düzəldə bilər. Çünki çox sadədir bəzi şeylər, bəzi aksesuarların düzəlməyi. O zamanlar ümumiyyətlə telefonum yox idi deyə mən heç cür baxa bilmirdim ki, necə hazırlanır. Amma indi hər şey çox asandır. Çünki nəyin necə hazırlanmağı ilə bağlı bir çox videolar mövcuddur internetdə. Rahatlıqla axtarışa verib hazırlaya bilərəm. Əsas odur ki, istək və səbr olsun. Bəs siz necə? Sizin də bu cür aksesuarlar hazırlamağa marağınız var? Rəylərdə mənimlə bölüşərsiniz. Daha çox paylaşım üçün kanala abunə olaraq videonu bəyənməyi unutmayın. Hələlik.